Lap qiyamətsən ki. Deyəsən, arvadın səni təzədən özünə bənd eləmək istəyir. Qorxuram ki, səni məcnun eləsin. Düzdür, Zaur? Nahaq əziyyətdir. Mənimki onsuz da məcnunluqdan keçib. Qəfil xəstəlik onun həyatını dəyişdi. Tofiq Mirzəyevin həyat hekayəsi. Hazırsınızsa, başlayaq. Qəfil yaxalandığı ağır xəstəlik onun musiqi karyerasına son qoysa da, tali onun üçün tamamilə yeni bir yol açdı. Məhz bu gözlənilməz dönüş Azərbaycan kino sənətinə istedadlı bir aktyor qazandırdı. Söhbət, Uşaqlığın Son Gecəsi filminin yadda qalan Rüfət obrazını canlandıran xalq artisti Tofiq Mirzəyevdən gedir. Tofiq Mirzəyev 1932-ci il iyunun 16-sında Gədəbəy rayonunda dünyaya göz açıb. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən gələcək sənətkar Azərbaycan Dövlət Konservatoriyasının klarnet sinifini bitirib. Peşəkar ifaçılığı qısa müddətdə məşhur dirijor Maestro Niyazinin də diqqətini cəlb edir. Maestro Niyazi onun istedadını yüksək qiymətləndirərək simfonik orkestrə dəvət edir. Tofiq Mirzəyev bir müddət Maestro Niyazinin rəhbərliyi altında orkestrin tərkibində klarnet ifaçısı kimi fəaliyyət göstərir. Klassik musiqi ilə yanaşı, caz musiqisinə də böyük maraq göstərən sənətkar dövrün tanınmış caz ifaçıları Vaqif Mustafazadə, Pərviz Rüstəmbəyov və digər musiqiçilərlə birlikdə müxtəlif proqramlarda çıxış edir. Gənc yaşlarında onun musiqi sahəsində böyük gələcəyi olacağına hər kəs inanırdı. Lakin 1960-cı ildə gözlənilmədən ağır xəstəliyə tutulur. Həkimlər ona klarnetdə ifa etməyi qəti şəkildə qadağan edirlər. Bu xəbər onun üçün böyük zərbə olur. Sevdiyi sənətdən ayrılmaq məcburiyyətində qalan Tofiq Mirzəyev həyatını tamamilə dəyişmək qərarı verir. O, Moskvaya gedərək rejissorluq təhsili alır. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdır və dövlət televiziyasında işə başlayır. Təxminən 25 il televiziya sahəsində çalışan Tofiq Mirzəyev əsasən musiqili proqramların rejissoru kimi fəaliyyət göstərir. Sizə baxanda bu nəticəyə gəlmək olar ki, mütəxəssislərin keyfiyyəti tədricən artır. Sən deyəsən institutu çoxdan qutarıbsan. Ay uşaq, gəl belə şərt kəsək. Sən məndən ancaq o vaxt danışacaqsan ki, mən səndən bir söz soruşum. Yaxşı? Siz beton zavodunun telefon nömrəsini bilmirsiniz? 7, 15, 26. Gedim deyim 5 maşın beton göndərsinlər. Həmin illərdə ASTV-nin baş rejissoru Arif Babayev onun həm televiziyada ilk addımlar atmasına, həm də sonradan kino sahəsinə gəlməsində mühüm rol oynayır. Məhz bu dəstək Tofiq Mirzəyevin həyatında yeni bir səhifə açır. Onun ilk kino işi məşhur Uşaqlığın Son Gecəsi filmində canlandırdığı Rüfət obrazı olur. Bu rol aktyora böyük şöhrət qazandırır və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Sonrakı illərdə Tofiq Mirzəyev Nəsimi, O Qızı Tapın, İstintaq, Təxminə və ümumilikdə 35-dən çox bədii filmdə müxtəlif xarakterli obrazlar yaradır. O, hər rolunda təbiiliyi və peşəkarlığı ilə seçilir. Tərcümə olunan kəlamları Fəzlin kəlamlarının əksi nədir? Onda bəs niyə deyirlər ki, Fəzl elmini Əflatundan götür? Gecdir. Mənim yaşım keçib. Amma sən də öz aramızda vaxtını ötüb, ha? Utanmaz. Dilin necə gəlir mən elə söz deyirsən? Bir də ki, siz kişilər, nə qanırsız qadın gözəlliyinədir? Qələt ediblər, baş qoşmayın. Yox, qorxuram. Birdən qayıdarlar. Olar mən sizinlə gedim, cəmi 3 gün yolun qalıb. Buyurun. Bu söhbətin üstünə bir də qayıdarıq. Şəxsi həyatında isə ağır sınaqlarla üzləşir. Həyat yoldaşı Elmira Səfərovanın vəfatı
aktyoru dərindən sarsıdır. Bu itkidən sonra o, Azərbaycandan həmişəlik ayrılaraq İsrailə köçür. İsraildə yaşadığı illərdə də ictimai fəaliyyətini davam etdirir. O, Hayfa-Bakı cəmiyyətinin üzvü kimi Azərbaycan mədəniyyətinin təbliği istiqamətində fəal çalışır. Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. 2022-ci ildə o, şöhrət ordeni ilə təltif olunur. Elə həmin il ona xalq artisti fəxri adı da verilir. Onun ailəsi də sənətlə sıx bağlı idi. Qardaşı, məşhur Qaya vokal ansamblının yaradıcısı Teymur Mirzəyev də Azərbaycanın xalq artisti idi və musiqi tariximizdə özünə məxsus yer tutur. Yaxın qonşum oldu bu dünyada, ayrı-ayrı doğuldu bu dünyada. üçün yeri boşdur. İşi də lap yüngüldür. Doğrudur, az pul verirlər. Əgər ağlı başında olsa yaxşı pul qazana bilər. Düz deyirəm. Bu onun işidir. Yox, onsuz da sən mənə nə ad istəsən deyə bilərsən. Yaxşı, nə istəyirsən? Əgər mənim sənin kimi bacım olsaydı, ondan soruşardım ki, gecənin bu vaxtı hardan buyurur? Təəssüf ki, görkəmli sənətkar 2026-cı il iyulun 22-sində 94 yaşında İsraildə vəfat edib. O, İsrailin Arad şəhərində dəfn olunub. Tofiq Mirzəyev musiqiçi kimi başladığı ömür yolunu uğurlu aktyor və rejissor kimi davam etdirdi. Əgər o ağır xəstəliyə tutulmasaydı, bəlkə də Azərbaycan kinosu belə böyük bir aktyor qazanmayacaqdı. Onun yaratdığı obrazlar isə illər keçsə də tamaşaçıların yaddaşında yaşayacaq. Bəs siz Tofiq Mirzəyevin ifa etdiyi hansı obrazı daha çox bəyənirsiniz? Fikirlərinizi şərhlərdə yazın. Videonu bəyəndinizsə, like etməyi və Pərdə Arxası media kanalına abunə olmağı unutmayın. Növbəti maraqlı videolarda görüşənədək sağ olun. Nədir? Amma indi heç nə görmürsən. Elədir? Bəli. Təəssüf ki, belə qanacaqlı oğlan da o kəpəyin altına düşə bilər. Elə deyil? Əlbəttə elədir. Vallahi, mən sizi satmaram. Siz kim, mən kim? Nəyimə lazımdır? Biz nə işlərsən? Düzünü deyim ki... Yox. Nə olar? Yoxlayacağım. Daha get. Yəqin indi səni qovumun axtarır. Ancaq unutmam. Ağzından bir söz qaçırsan, özündən küs. Tikintidə hər şey ola bilər. Get.